Sizcə bu tərəvəzlərlə nə hazırlamaq olar? Akroşka. Başa düşə bilmirəm. Çətin yemək vloqları düzəldəndə videoya güclü baxış sayı gəlmir. Amma belə asan şeylər düzəldəndə video partlayır. Bir dəfə masallıya getmişdim. Orada mənə elə bir dadlı akroşka vermişdilər ki, bəlkə də 6-7 stəkan içdim. Akroşka Rus milli mətbəxinə məxsusdur. Videolara baxıram, onlar yumurta ilə kartof da qatırlar buna. Amma Azərbaycanlılar adətən şüd və xiyardan istifadə edir. Akroşka vloqu elə bir videodur ki, danışmağa belə söhbət tapa bilmirəm. Nədir ki, şüddür, xiyardır, doğruysan olur akroşka. Bu qatıqdan çox xoşum gəlir. Hamısını istifadə etmədən öncə bir qaşıq alıb yeyirik. Sonra da hamısını endəririk yeməyimizə. Və bunların hamısını qarışdırdıqdan sonra biraz su əlavə edirik. Mən akroşkanı çox sulu sevirəm, ona görə çox su əlavə edirəm. Hazır olduqdan sonra 1-2 qaşıq duz əlavə edib qoyuruq soyuducuya. Akroşkanı soyuq-soyuq içmədinsə nə ləzzəti? Videoda səliqəli təqdimat etməyə baxmayın. Video çəkməsəm hamısını çəkəcəkdim başıma. Məncə hamı elədi. Növbəti yemək vloqları üçün səhifəmizi izləməyi unutmayın. Hələlik!